Pulun uşağın böyüdülməsinə heç bir əhəmiyyəti yoxdur. Azərbaycanda belə bir mif var, uşaq pulu verir, hamı doğar, amma bu işləmir. 40 yaşına kimi evlənməyibsə, axmağın biridir. Varlı kişilərin çox nadir hallarda yalnız bir dənə qadın olur. Heç bir pulla siz uşağınızı uğurlu böyüdə bilməyəcəksiniz. Yalnız seks doludur hər yerdədir. Rahat şəkildə bunu çox ucuz qiymətə əldə edə bilirsən. Demək olar ki, pulsuz da var. Hazır ər tapmaq olur 30-32 yaşında. Bu iki dənə xüsusiyyət kişini kişi edir. Fərhad bəy, münasibətlərdən danışdınız, idarəçilikdən danışdınız. Son zamanlar daha çox danışılan mövzulardan biri də ailə institutunun zəifləməsi oldu. Sizcə problem nədədir? Niyə ailə institutu zəifləyir? Bütün tarix boyu ailə institutu transaksional münasibət üzərində qurulmuşdu, iqtisadiyyat üzərində qurulmuşdu. Mənə nəsə dəyərlidir, amma bu məndə yoxdur. Gəlin kişi perspektivinə götürək. Mənə qayğı və seks lazımdır. Bu məndə yoxdur, amma qadında var. Və qadınlarda indənə kiminə yoxdur. Mənə də qorunmaqla hissi lazımdır, təhlükəsizlik hissi lazımdır və resurs lazımdır. Çünki qadınlar daha az pul qazanırdı əvvəlki dövrlərdə. Okey, gəlin dəyişək. Məndə olmayanı siz mənə verin, sizdə olmayanı mən sizə verin. Və bütün münasibətlər bunun üzərində qurulmuşdur. Müasir dövrdə bu işləmir artıq. Nə baş verdi? Qadın indi təhlükəsizlik, polis, ordu, prokurorluq, hüquq mühafizə orqanları, məhkəmə sistemisi var. Yaxşı işi var. Kişi ilə paralelində pul qazana bilir. Kişi artıq ona bunu verə bilmir. Mən sənə təhlükəsiz verəcəm, mən sənə pul verəcəm, resurs verəcəm. Kişilər perspektivindən seks, Allah şükür feministkalar seksual inqilabı Azərbaycana gətirib, yəni seks doludur hər yerdədir. Rahat şəkildə bunu çox ucuz qiymətə əldə edə bilirsən. Demək olar ki, pulsuz da var. Qayğı, Voltdan sifariş edərəm, mənə nəsə lazım olsun, xadiməni çağıraram, evimi yığışdırar. Paltarlarımı quru təmizləyə verərəm, ya da ki, bir dənə maşın alaram, özü hər şey eləyəcəkdir mənə də. Ev quruculuğu mənə lazım deyil. Yəni, bu transaksional münasibət bitibdir. Yəni ki, hal-hazırda nə keçid etmək lazımdır və bunu etmək çox çətindir. Mən öz-özlüyümdə dəyərliyəm, siz də öz-özlüyünüzdə dəyərlisiniz. Mən vuruluram sizin dəyərlərə, siz də vurulursunuz mənim dəyərlərimə. Bax, bu sevgi üzərində qurulan münasibətdir. Əvvəllər heç vaxt evlilik, ailə sevgi üzərində çox nadir hallarda qurulur. Hamısı transaksiya, mənə nəsə lazım idi, sənə nəsə lazım idi, bunu həll etmək üçün biz birgə gəlirdik. Bu günləri biz bunu sevgiyə yönəltmişik. Və sevgini tapmaq çox çətindir, çünki 200 min il ərzində beynimiz hələ uyğunlaşmır. İnsanlar sevməyi bacarmır. Onlar yenə də transaksiya axtarır. Mən səndən nə alacağam? Sən daha gözəl olmalısan, mən nə bilim, bədənin daha yaxşı olmalıdır, üzvü, gözü falanı sən belə supermodel kimi görsənməlisən ki, sən məni cəlb edəsən. Qadın da kişiyə baxır, sənin də Ferrari olmalıdır, Lamborghini olmalıdır, sən mənim bütün pullarım, hər şeyinə mən gezməliyəm, Maldivə uçmalıyam, təyyarə ilə biznes klassına uçmalıyam. Qeyri-realistik və bunu edə biləcək, mən nə bilim, 1% insan var da, bu istəkləri qarşılayacaq. Bir insan içində bu transaksiyanın qiyməti bir xeyli qalxıbdır. Bu işləmir, sevə də bilmirlər. Çünki sevmək bacarığı çox az insanda var. Çünki sevməyi bacarmaq üçün ilk öncə özünü sevməlisən. Heç kimsə özünü sevmir. Sözdə deyir özünü sevir, narsizmlə irəli gəlir, amma həqiqi sevgi nədir, özü də anlamır. Ona görə sevə bilmir. Sevə bilənlərin də bir problemi sonra gəlir, çıxır ki, bu sevgini uzun müddətdə saxlaya bilmirlər. Əgər sən iqtisadi transaksiya üzərində münasibət qurursansa, sən onu uzun müddətdə saxlaya bilərsən. Əgər sevgi üzərində qurursan və sən bu sevgini inkişaf etdirmirsən, 10 illiklər boyu, sən gecə-tezi ayrılırsan insandan, çünki hisslər bitir. Çünki hiss üzərində də qurulan hər hansı bir nigah çox çətindir onu saxlamaq. İndi ailə qurarkən sevgidən çox daha çox maddiyyat axtarılır. Maddiyyat da hamı axtarır, sadəcə qeyri-realistik maddiyyatlılar axtarır. Mən xanımlara deyirəm, əgər siz sevə bilmirsinizsə kişini, sizə transaksiya lazımdırsa, sizin bu günləri, bugünkü şəraitlərdəki kişi və qadın bərabər qazana bilir. Sizin yeganə imkanınız kişiyə böyük bir fora verməkdir. Əgər əvvəllər 3-4 idi kişi ilə qadın arasında fərq, indi bu fərq siqanə etmir. Siz gəlir 10 plusa baxasınız, kişi artıq getsin, karyerasını qursun, pulunu qazansın, evini alsın və sonra gəlsin sizin yanınıza. Amma digər tərəfdən də biz axı qızlarımızı aldatmışıq, demiş sən də get karyera qur, təhsili al, sən də 30 yaşında gəlirsən, evliliyə hazır, düşünürsən ki, evliliyə hazırsan. Amma yenə də kişini böyük bir fora verməlisən. İndi 30 yaş, bir var 20-22 yaşında xanım, plus 10 yaş axtarır və 30-32 yaşda uğurlu, ailəcanlı, ailəyə hazır
hazır ər, mən onlara deyirəm də, hazır ər tapmaq olur 30-32 yaşında. Amma 30 yaşında sən plus 10 il baxanda, əgər kişi 40 yaşına kimi evlənməyibsə, axmağın biridir böyük ehtimalla. Əgər ya da ki boşanmışdı. 2 dənə variant var. Əgər boşanmışdırsa, o növbəti 10 ildə evlənməyəcəkdir. Çünki 40-50 yaş arası boşanmış kişi üçün ikinci ergənlik periyodudur. O gəzmək istəyir, çoxlu qadın istəyir də. Bu təəssüf olsun ki, əksəriyyəti belədir. Sən 30 yaşında 50 plusa baxmalısan. Bu oje maraqlı deyil. Sən cavan qızsan, saxlamısan özünü yaxşı münasibətlər üçün, yaxşı ehtiraslı bir sevgi üçün 50 plusda da sən onu ala bilməyəcəksən. Ona görə gəlib dirənirlər. Əgər siz for istəyirsiniz, əgər siz düşünürsünüz, sizi sevə bilmirsinizsə qadın olaraq, ona görə 30 yaşına kimi gözləməyin. 20-22 yaşında ərə gedin, 30-32 yaşlıya istədiyinizi alacaqsınız. Ya da ki, əgər 30 yaşına kimi gözləmirsinizsə, onda beyninizi çöndərin, mən tranzaksional gedim, mən həqiqi sevgi axtarışında olacağam və mən kişinin sevdiyinə görə o ilə ailə quracağam. Mənə vacib deyil, pulu var, pulu yoxdur, məndən çox qazanır, məndən az qazanır, fərq yoxdur. Mən onun ruhunu sevmək istəyirəm. Əgər mən onun ruhunu sevirəmsə, o mənə daxilən hüzur və təhlükəsizlik verirsə, mənə bu yetərlidir. Hamısının biraz olmayacaqdır. Həm sevgi olsun, həm məndən statuslu olsun, həm daha çox pul olsun, həm də mənə azadlıq versin, bu işləməyəcəkdir öz-özünə. 30 yaşa çatanda insan çox seçici olur. Seçici olmaq öz əllərindədir də. Əsas dedin ki, insan öz-özünü aldatmamalıdır. Böyük bir miflərdən biri odur ki, mən 20 yaşında kimi seçərdim, 30 yaşında daha yaxşı seçə bilərəm. Bir şey, əgər qadın perspektivindən danışırıqsa, bir şey unutmayın ki, kişi də seçir də. Bu perspektivdə siz seçmirsiniz ki, kişi də sizi seçir. Və siz çox güman ki, okey də, klassik olaraq 3-4 il fərqlə bir kişi axtarışındasınız da, biraz heç olmasa bu fizioloji olaraq cəlb etmə olsun. 30-34 yaşlı kişi bu günləri, əgər pulu varsa, karyerası varsa, onun opsiyaları həddindən artıq çoxdur. 22 yaşlı çox yaxşı ailəcanlı qadın bu gün ərə gedə bilmir Azərbaycanda öz həmyaşıdlarına. Çünki 22 yaşlı oğlan çox güman ki, axmağın biridir, hələ ki yetişməyibdir. Və o çox rahatlıqla 30-32 yaşında, 22-25 yaşında arasında xanımla yola gedəcəkdir. O hələ korlanmayıbdır, onun karyerası yoxdur, pulu yoxdur, digər münasibətlərdən travması yoxdur. Onun təslim olması daha rahat olacaqdır da bu kişi üçün. Əgər siz maskulin kişi istəyirsinizsə, orada təslimiyyət mütləq vacibdir. Əgər siz bərabər partnyorluqda kişi axtarırsa, orada təslim olmaya bilərsiniz, amma böyük ehtimalla narazı qalacaqsınız o münasibətdən, o da var. Fərhad bəy, cəmiyyətimizdə əksər qadınlar ona dəstək olan həyat yoldaşı axtarır. Kişilər isə deyirlər ki, qadınlar kaşlokla kimi yanaşır kişilərə. Bu fikirlə razısınız, kişilər haqlıdır bu məsələdə, yoxsa qadınlar? Dedim, tranzaksional münasibətdə bu normaldır. Qadın sənə uşaq verir, sənin ala bilmədiyin, sənə ehtiyacı olduğu qayğını verir, ailə verir, status verir. Xüsusən statuslu qadından söhbət gedirsə də, onun da öz ailəsi də yaxşıdır, özü də xanım yaxşıdır. Yəni ki, o da sənə bir çox şeylər verir də, sənə lazım olanlar. Və bunun müqabilində, bəli, sən maskulinlik nədir də öz-özlüyündə də? Məsuliyyət götürməkdir, qadının qarşısında ona təhlükəsini təmin etməkdir, bir də resurs verməkdir, təmin etməkdir öz-özlüyündə. Bu sənin, yəni kişi olaraq bu həyatda borcundur və bundan qaçmaq lazım deyil. Və qadın bunun müqabilində sənə digər istədiklərini verir. Hər ikisi normaldır. Mən düşünürəm, bu qadınlar pulgirdir, bunu yalnız zəif kişilər deyə bilər. Mən demirəm ki, pulgir qadınlar yoxdur, əminliklə pulgir qadınlar var. Yeganə problem odur ki, əgər xanımın yeganə istəyi resursdursa, pulsa, bu çox təhlükəli bir məqamdır. Mənə bir izləyici yazıb ki, mən 18 yaşında 40 yaşlı kişiyə ərə getmişəm. Çox yaxşı biznesmendir, çox yaxşı pulu var idi. Ona görə mən də qərar verdim ki, mən də ona ərə gedim. 5 ildən sonra həmin o kişi yol qəzasına düşür və ölür. Onun qardaşları bütün pullarını əlindən alır və bu qadın indi 25 yaşında digər evlərini yığışdırmaqla məşğuldur. Baxın, pul Allah verir bizə. Bir saniyənin içində də ala bilər. Hacı Zeynalabdin Tağıyevin hekayəsi hamımızın göz qabağındadır. Qafqazın ən varlı kişisi bir gün içində müflis oldu. Hamısını əlindən aldılar. Pulu hər zaman əlinizdən ala bilərlər. Əgər siz münasibəti saxlayacaq yeganə puldursa, bu münasibətin gələcəyi yoxdur, təəssüflər olsun. Çünki istənilən zaman bu pul gedə bilər. Amma sizi bağlayan daha dəyərli, sevgini hamı bacarmır, amma ən azından hörmət, dostluq münasibəti varsa ortada, bu ilə siz çıxa bilərsiniz.
bütün bu krizislərdən çıxa bilərsiniz. Bu yoxdursa, sadəcə puldursa, bunun gələcəyi yoxdur və sırf kişilərə məsləhətim odur ki, qadın sizinlə sırf pulunuza görədirsə, düşünürəm o qadınla olmaq lazım deyil. Mənə görə əgər bir kişinin ağlı, savadı varsa, onun pulu önəmli deyil. Ondan ailə qurmağa dəyər. Çünki pulu bir gündə qazanmaq da, itirmək də olur, amma ağıllı insanı tapmaq mənə görə çox çətindir. Ağıl bir tərəfdə məsuliyyətli olmalıdır və zəhmətkeş olmalıdır. Mən ağılı ikinci çünki ağıllıdır, amma çoxdur bütün Nobel mükafatları alırlar, çox ağıllıdır, amma qadınlarına qarşı çox pis rəftar edirdilər. Çünki qadını qarşısında məsuliyyətdir, ailəsi qarşısında məsuliyyətdir. Bir də zəhmətkeş. Bu iki dənəsi varsa, bu oğlan heç vaxt pulsuz qalmaz. Ona görə və bunları çox rahat seçə bilir xanım. Ən əvvəl anası ilə münasibətinə baxsa, anası zəng vuranda anasına necə cavab verir oğlan? Ailəsinə qarşı münasibətini yoxlaya bilər. Zəhmətkeşliyini yoxlaya bilər. Məsəl üçün neçə yaşdan işləməyə başlayıbdı. Əgər sizə çox vaxt ayırırsa, xanımlar, bu yaxşı göstərici deyil. Yəni zəhmətkeş kişinin sizə ayıracaq vaxtı çox azdır. Yəni ki, o gedib işləməlidir, xüsusən cavan yaşlarında işləməlidir. Və bunu dəyərləndirmək lazımdır. Nəinki mənə nə qədər çox vaxt ayırır, pul qazanmağa nə qədər çox vaxt ayırır. Və bu iki dənə xüsusiyyət kişini kişi edir. Yəni ki, dərhal bilə bilərsən ki, bundan nəsə çıxacaq yoxsa yox, bundan ər çıxacaq yoxsa yox. Fərhad bəy, indi belə bir düşüncə də formalaşıb ki, əgər kişi pul xərcləyirsə qadını sevir, əgər pul xərcləmirsə sevmir. Bu necə doğru fikirdir? Baxın, təbiət kişiləri cömərd böyüdübdür, səxavətli böyüdüb. Çünki bu məcburiyyətdən belə olubdur da. Sən resurslarını paylaşdığına görə qadın səndən olmaq istəyibdir. Yəni bütün təkamül boyu. Əgər sən gedib mamontu ovlamısan, hamısını özünə saxlamısansa, heç bir qadın səndən uşaq istəməyəcək də. Qadın istəyi odur ki, sən resursları ilə paylaşasan. Ona görə biz daha çox səxavətli kişilərin genlərini daşıyacağıq da. Daha çox onlar reproduksiya edibdir və genlərini çatdırıbdır bizə. Kişi bonus alanda ilk növbədə nə edəcəkdir? Gedəcəkdir, qadınına, uşağına bir hədiyyə alacaqdır. Amma qadın bonus alsa, çox güman gedib özünə xərcləyəcəkdir də bu pulu. Qadınları isə təbiət yığmağa doğru, özünə yığmağa doğru yönəlir. Çünki qadının ən böyük narahatlığı təhlükəsizliyidir. Mən özüm üçün eləyəcəm. Qadın gedib kişisinə maşın almır bonus alanda. Amma kişi gedir, qadını alır. Və bu normal dinamikadır ki, qadına pul xərcləmək lazımdır. Və bunun da bərəkəti də başqadır. Əlbəttə ki, qadın bərəkətlidirsə və nankor deyilsə, yəni ki, o da çox sağ olunu şükrandırsa, yəni ki, bu gözəldir. Kişiyə ən çox sevindirən nədir? Yəni ki, gedib qadına bir də bahalı bir saat alsın, qolbaq alsın, ya da ki, sep alsın və onu gəzdirsin özünə. Məsələn, bu qadınıma baxdı. Qadın kişinin statusunu göstəricisidir. Kişinin özünə o qədər pul xərcləmir, nəinki qadına. Bu normal bir dinamikadır. Sadəcə bunu bir şey nəzərə almaq lazımdır. Kimsə müqayisə etməyə çalışır da, gedir öz sevgilisinə, belə də ikinci xanımına ya da eskorta gedir, Range Rover alır, verir, mən nə bilim nə alır, verir. Amma mənim ərim mənə pul xərcləmir. Mən deyirəm, baxın, çox resurslu kişilərin, çox varlı, zəngin kişilərin çox nadir hallarda yalnız bir dənə qadın olur da. Bu təəssüflənəcək bəlkə faktordur. Əgər sən çünki qadına nə vacibdir də münasibətdə ki, layaqlıq niyə görə vacibdir? Mən resurslardan məni ayırmasın. Əgər kişinin milyardları varsa və hər qadının öz Bentley'si var, Range Rover'i var, mənə Sibrizdə evi varsa, çox da narahat deyil. Yəni ki, mənə də bərabər xərcləyir, başqa nə edirsə etsin, məndə də bu okeydir. Yəni ki, bu reallıqdır da. Yox, okey deyil. Yox, reallıqdır, reallıq budur. Varlı insandan boşanan çox qadın tanıyırsınız, öz-özlüyündə, könüllü şəkildə. Bu birdir, amma bu insanlar var dövlətinin 0,1%-ni xərcləyirlər də həmin bu potensial digər qadınlara. Amma sən orta statistik ailəsənsə və kişi qazancın 90%-ni sənə xərcləyirsə, baxmayaraq ki, bu Range Rover-a çatmır, amma o 0,1%-lə sənə Range Rover-a, bu 90%-lə sənə Range Rover ala bilmir. Amma sən daha dəyərlisən onun üçün, çünki o verə biləcəyinin maksimumunu sənə edir. Mən düşünürəm, bu ilə müqayisə etmək lazımdır. Kişinin potensialı nədir və bu potensialın nə qədərini sənə xərcləyir? Əgər potensialın 1%-ni sənə xərcləyirsən, o düzgün deyil. Amma maksimum sənin üçün hər şey etməyə çalışırsan, bax, bu ilə müqayisə etmək lazımdır, daha düzgündür. Münasibətlərdən və ailədən danışdıq. İndiki cəmiyyətdə bir əsas mövzu da var ki,
gənclər, ümumiyyətlə ailələr övlad dünyaya gətirmək istəmir. Bunun səbəbi nədir? Sırf fərd perspektivində mən düşünürəm uşaqlarda dəyər görmürlər, xüsusən qadınlar. Yəni uşağın dünyaya gətirilməsi sırf qadının seçimidir, nəinki kişinin seçimidir. Kişi hamilə edə bilərsiniz, amma siz gedib bunu abort edə bilərsiniz ya da xüsusi tabletkalar qəbul edərək uşağı doğum edə bilərsiniz. Bir çox araşdırmalar Azərbaycanda belə bir mif var, uşaq pulu verirsə hamı doğar, amma bu işləmir. Yəni ki, Rusiyada verilir, böyük məbləğlər verilir, işləmir, Avropada verilir, işləmir. Qadınlar doğmur orada. Sırf nə var, pulun var. Bu individualistik, egoistik bir fəlsəfə gəldi də biz Avropadan, Qərbdən ki, mən bu günlə yaşayım, yalnız bu günümü düşünüm, nə edirəm növbəti nəsilləri düşünüm. Yəni bunun üzərindən qalib gəlmək çox çətindir. Hər bir uşaq dünyaya çoxlu gətirən cəmiyyətlərin analizinə baxsaq, kim bu günlər uşaq doğur da? Ortodoks yəhudilər, ortodoks xristianlar, müsəlman ölkələri və bir də patriarxal ölkələrdə patriarxal, yəni kişi-qadın qeyri-bərabərlik qalıb, yalnız orada doğulur. Dində aydındır, dində uşaq dəyərdir, ailə dəyərdir və çox uşaqlığı bütün 3 din prinsipcə təbliğ edir. Yəni ki, onların bir missiyası var, vizyonu var. Biz uşaq düzəltməliyik. Patriarxal ölkələrdə də aydındır ki, qadınlar kişilərin dediklərini eləyir. Kişilərə nəslini ötürmək üçün uşaqlar lazım olar. Biznes qururlar, iş qururlar, bunu kiməsə ötürməliyəm də. Sırf kişi egosundan çıxış edərək qadınlar deyirlər ki, mən 4 uşaq istəyirəm, buyur elə ginən. Qadınlar da onlardan asılı vəziyyətdədir, elə. Bütün bu normalardan çıxan bir dənə İsraildir, harda kişi-qadın bərabərliyi var. Məsəl üçün İsraildə xanımlar da belə hərbi xidmətə gedir. Səfərbərliyə qoşulur. Amma orada uşaqların sayı çoxdur. Amma onlarda da bir ideologiya var ki, bizdə 6 milyon yəhudini Almaniya qırıbdır. Biz onları bərpa etməliyik bir millət olaraq. Biz tək qalmışıq, balaca bir daim olaraq düşmənlərin ətrafındayıq. Biz çoxalmalıyıq ki, biz onlara qarşı təzyiq göstərə bilək. Ona görə 3-4 dənə, minimum 3-4 dənə uşaqları var. Bəlkə hətta ortalama səhv etmirəmsə 3,65-də fertility rate, yəni hər 10 qadına 3,36 uşaq düşür. Bizdə 16-17 uşaqdır. Və onlar ideologiya ilə çıxış edirlər. Yəni ki, hər nədirsə, uşaqlar o cəmiyyətlərdə gedir ki, haradakı ideologiya var da, uşağı dəyər görəcək bir ideologiya var. Patriarxal ölkələrdə kişinin istəyidir, dində Allahın istəyidir, İsraildə də missiyadır. Azərbaycanda heç bir missiya yoxdur, heç bir yeni bir ideya, milli ideya yoxdur ki, hansı ki uşaqları bugün cavanlar üçün dəyərlidir. Heç kim üçün lazım deyirlər. Cəmiyyətin necə, iqtisadi göstəricilərin necə, buna təsir ola bilər? İqtisadi göz çox pis olacaqdır. Yəni ki, bütün iqtisadiyyat insanlar üçün yönəldilibdir. İnsanlar çoxaldıqca istehlak çoxalır, iqtisadiyyat böyüyür. Biz parklar salırıq, metrolar, yeni metro salırıq, yolları genişləndiririk, məktəblər tikirik. Kim üçün? Yəni ki, iqtisadiyyat üçün çox pisdir, amma siz heç bir cavana bugün bunu sübut edə bilməyəcəksiniz ki, iqtisadiyyat üçün bilirsən pisdir, ged uşaq düzəlt də. Yəni ki, bu zəif arqumentdir. Mən ona görə onu çox fokuslamıram. İnsanın əksəriyyətində dövlətçilik düşüncəsi yoxdur, burundan uzaq görmək bacarığı yoxdur. Ona görə bu arqumenti ki, bu dövlət üçün pisdir, sabah pensiya verə bilməyəcəksizə, nə bilim metrolar boş qalacaq, bütün bu binalar boş qalacaq, məktəblər boş qalacaq, onların vecinə də deyil də. Mən bu gün həyatımı yaşayıram, bu sizin probleminizdir, gedin özünüz həll edin. Mənə sizin metro lazım deyil. Bəlkə bugünkü gün elə həmin həyat valideynlər üçün çətin olduğuna görə, məsələn, indi iş yükü çoxdur, valideynin vaxtı yoxdur, uşaqla məşğul ola bilmirlər. Məsələn, özlərini idarə edə bilmirlər, onlar uşağını da nəsə istəsin, alsın. Tutaq ki, bir uşağın böyüməsi üçün nə qədər pul lazımdır? Müxtəlif insanlara müxtəlif şeylər lazım. Bir də pul idarə olunmasına gəlirik də. Baxın, mən sizə öz ailəmin nümunəsini verirəm. Və bir də digər bir tanışları var, onların ailəsinin nümunəsini verin. Həmin orada ata-ana hardasa ortalama 750 manat pul qazanırdılar. Yəni ki, bu Azərbaycan üçün median əmək haqqıdır da və 2 dənə qızları vardı. Bu 2 dənə qız indi Nyu-Yorkda oxuyur. Hər ikisi dövlət hesabına ora daxil olublar. Mənim uşaqlarım, mən hər il, hər 3 uşağı 100 min manat pul xərcləyirəm. Onların özəl məktəblərinə, yeməklərinə, müəllimlərinə. Heç biri nə dövlət hesabına, nə öz başına heç bir universitetə daxil ola bilməyibdir. Yəni ki, pulun uşağın böyüdülməsində heç bir əhəmiyyəti yoxdur. Burada 1500 manatlıq büdcə ilə bütün ailə büdcəsi, bura yemək falan da daxildir, aylıq. Burada da mənim nə qədər düşürdü? 25 min manatlıq büdcə ilə də
100 yox, 10-19 min manatlıq büdcə ilə təkcə təhsil büdcəsi ilə heç nəyə nail ola bilməmişəm. Uşaqlar o vaxtları yaxşı böyür, nə vaxt ki, valideynlər onlarla məşğul olur. Yəni ki, bunu birmənalı şəkildə hamı bilməlidir. Heç bir pulla siz uşağınızı uğurlu böyüdə bilməyəcəksiniz. Yalnız öz zəhmətinizlə siz uşaqları böyüdə biləcəksiniz. Bu iqtisadi qanunlara uyğun gəlmir. Çünki iqtisadiyyat deyir ki, sən daha yaxşı müəllim tuta bilərsən ona, işləmir. 3 dənə uşağım üzərində yoxlamışam, digər bir çox ailələri araşdırmışam. Nə vaxt ki, ana və ata öz uşağının böyüdülməsinə, inkişafına vaxt sərf edir, yalnız o zaman uşaqlar nəticə göstərir. Bir də uşaqlarda əlbəttə ki, bu göz acılığı olmalıdır. Məsələn, ən uğurlu insanlara baxsanız, çox nadir hallardan hansısa bir varlı ailədən gəliblər. Onlar hamısı sıfırdan özləri başlayıblar. Ümumi insan həyatını dəyərləndirən, ümumi insan həyatında baş verən nüans. İnsanlar niyə xoşbəxt olmaqdan daha çox güclü olmaq istəyirlər? Yəni münasibətlərdə, məsələn, bir kişi deyir, mənim dediyim olmalıdır, qadın deyir ki, yox, mənim səndən nəyim əskikdir ki. Yəni xoşbəxtçilik qalır, bir-birinin sözünü belə desək, boğazından keçirmək qalır qıraqda, hər kəs öz egosu ilə davranır. Bilirsiniz, bu iki başlı əjdaha işləmir. Siz görmüsünüzmü belə bir şirkət 2 dənə prezidenti olsun ya da bir ölkə 2 dənə prezidenti olsun? Yəni ki, ailədə belə bir quruluşdur. O iki başlı ola bilməz. Yəni ki, hər kimdirsə onlar qərarlaşmalıdırlar və əvvəlcədən qərarlaşmalıdırlar. Beta kişilər var, hansılar ki, daha bilmirəm, bu kişi maskulin xasiyyətli deyək ki, xanım istəyirlər. Bunların çox yaxşı ailələri olur. Hatta alfa kişilər var və qadınlar ona təslim olur. Bunlar çox yaxşı olur. Hər ikisi də alfa olan çox nadir ailələr nəsə uğura gətirib çıxarırlar. Bilirəm, Devil Wears Prada filminə baxmısınızmı? Şeytan Prada geyinir. İndi kinoteatrlarda ikinci hissəsidir, amma birinci hissəsində baxa bilərsiniz. Orada çox yaxşı belə bir maraqlı moment var. Orada baş qəhrəman Meryl Streep'dir də, səhv etmirəmsə oynayır. Böyük bir moda jurnalının redaktorudur və çox güclü qadındır. Yəni ki də bildiyiniz alfadır da işində. Hamı ondan qorxur, o girəndə hamı titrəyir sadəcə olaraq. Lakin sonra bir epizod var, o evinə qayıdır və əri ilə bir kommunikasiya olur. Və əri onu ağladır. Yəni ki, özünə o qədər güclü bir ərləndir ki, orada dediyinə, hər bir dediyini qəbul edir. Və onun katibəsi, onun fərdi köməkçisi bunu görəndə şokda olur ki, necə bu qadın bu ərin yanında belə təslim olubdu, balaca bir qız olubdu da. Bax budur, sən nə qədər güclü olursan ol, digər tərəflərdə evdə dinamikanı saxlamaq lazımdır. Heç bir şirkətin 2 prezidenti, 2 direktoru ola bilməz. Eyni olaraq heç bir ailənin 2 dənə direktor ola bilməz, 2 dənə lokomotiv ola bilməz. Mən həmişə ailəni bir ralli maşını kimi təsvir edirəm. Bir dənə pilot var rulun arxasında və yanında da navigator xəritə ilə sən düzgün yolu göstərən bir yoldaş var. Bax budur ailə modeli. Hər ikisində rul versə, yəni ki, bu ralli heç vaxt uda bilməyəcəksən. Sən bu yarışı heç vaxt uda bilməyəcək. Hər ikisində rul olsa əlində. Biri ora çəkəcəkdir, biri bura çəkəcəkdir. Biri mütləq sürür, qərar qəbul edir və bu qərarların nəticəsini, öhdəliyini daşıyır, məsuliyyətini daşıyır. Digəri isə ona yol göstərir. Bax, daha qısa yol var. Bəlkə ora gedəsən, bəlkə ora gedəsən. Bax ki, orada təhlükə var, sən görmürsən, yolun fokusun burdadır. Amma mən görürəm, xəbərin olsun. Bax, ailə münasibəti budur. Və mən demirəm ki, məhz pilot kişi olmalıdır. Belə ailələr tanıyıram ki, orada pilot qadındır və bu da okeydir. Sadəcə anlayın ki, 2 dənə ralli pilotu olmur bir maşının içində. Sonda gənclərə seçim üçün hansı meyarlar verərdiniz ki, onlar düzgün istiqamətlənsin? Hansı mövzuda? Pul, münasibət? Həm pul, həm münasibət. Çox yaxşı sualdır. Pulun idarə olması, pulun psixologiyasını anlamaq lazımdır. Bunu özündə inkişaf etdirmək lazımdır. Xərclərə nəzarət, gəlirlərin çoxalması və cavan vaxtlarında daha çox yığıma fokuslanmaqdır. Yəni ki, sən cavan vaxtlarında çox işləyərək daha az xərcləyə bilərsən, bu pullara yığa bilərsən və 40 yaşında artıq maliyyə müstəqilliyini əldə edə bilərsən. Cavanlıqda çox pul xərcləməyin, cavanlıqda çoxlu pul yığın. Bu pulla istiqamətdə. İkincisi, düşünürəm, hər bir cavan özündə sevmə bacarığını inkişaf etdirsə, düşünürəm, daha xoşbəxt olar. Çünki ənənəvi model tranzaksional. Mən səndən nəsə gözləyirəm, sən də məndən nəsə gözləyirsən. Artıq o qədər xoşbəxtliyə gətirib çıxarmayacaqdır. Mən düşünürəm, sən öz özlüyündə yettərli olmalısan
partnyorun da öz-özünə yetərli olmalısan və sən onu bu cür sevməlisən. Düşünürəm, bax bunu bacarsalar sevgisini aşılamağı və sevgi üzərində münasibət qurmağı bəlkə daha xoşbəxt münasibət qura bilərlər. Təşəkkür edirəm Fərhad bəy, dəvətimizi qəbul etdiniz, bizimlə həmsöhbət oldunuz. Xoş oldu, çox sağ olun. Bizə də xoşdur, sağ olun.